Dəyərli izləyicilərim, hamınızı salamlayıram. Mənim mətbəximə xoş gəlmisiniz. Bugün bizim mətbəxdə mayasız qat-qat xəmir hazırlanacaq. Əgər baxmısınızsa, mən bundan öncəki videolarımın birində sizinlə mayalı qat-qat xəmirin hazırlama qaydasını bölüşmüşdüm. Lakin bu dəfə mayasız qat-qat xəmir hazırlayacağım. Bundan müxtəlif həm şirin, həm duzlu bişintilər hazırlamaq olar. Müxtəlif növ içliyi müxtəlif olan pirajkilər, bulkalar, Napolyon tortu, külah şirniyyatı, yəni müxtəlif növ şirniyyatlar, kövrək, dadlı, ləzzətli şirniyyatlar, bişintilər hazırlamaq olar. Əgər sizi maraqlandırdımsa, buyurun başlayaq. İstifadə edəcəyimiz ərzaqlar: yarım kiloqram un, 1 ədəd yumurta, 385 qram kərə yağı, 1 stəkan çay qaşığı duz, 1 xörək qaşığı sirkə və su. 200 ml su ölçüb götürmüşəm. İndi işə başlayırıq. Onun üçün götürdüyüm 200 ml suyun içərisinə yumurtamı sındırıram və 1 xörək qaşığı sirkə, 1 stəkan çay qaşığı duzu əlavə edib bir-birinə qarışdırıram. Çırpıcı ilə qarışdırıram. Və bir kənara qoyuram. Həmin qarışığı su, yumurta, sirkə və duz qarışığını hazırlayıb bir kənara qoyandan sonra yoğuracağımız sətin üzərinə, tezgahın üzərinə bunu ələyirik. Qat-qat xəmir üçün yoğurulan xəmir bərk olmalıdır. Yumuşaq olanda onda qatlar əmələ gəlmir. Qatların əmələ gəlməsi üçün cırıla bilər, yağ içərisindən çıxa bilər. Ona görə də xəmir sərt olmalıdır. Onu ələyəndən sonra ortasında dərinlik yaradırıq və yavaş-yavaş hazırladığımız həmin məhlulu onun içərisinə əlavə edib yavaş-yavaş kənarlardan bunu götürüb həmin məhlula qatırıq və xəmiri yoğurmağa başlayırıq. Bu qaydada əlavə edib yoğururam. Mən 200 ml su götürmüşdüm. Onun içərisinə 1 ədəd yumurta sındırdım. Yumurtanın da çəkisi 55 qram və 1 xörək qaşığı onu sirkə əlavə etdim. Sirkəni də mən 1 xörək qaşığı olduğuna görə 15 ml, ümumi 270 ml qram, yəni qarışıq oldu. Üzərinə də 500 qram unu əlavə etdik və bu elədi 770 qram. Onun yarısı qədər biz yağ götürürük. Xəmirin yarısı qədər kərə yağı götürməliyik. Ona görə də onun yarısı edir 385 qram. Xəmiri yavaş-yavaş yoğurulur. Dediyim kimi bərk xəmir yoğurulur.
Xəmiri bir qədər əlimizin altında yoğururuq ki, xəmirin özlülüyü artsın. Həm də buna yaxşı olar ki, özlülüyü çox olan undan istifadə edəsiniz. Bir qədər də yoğurun. Bu qaydada yoğururuq. Biz 5 dəqiqə əlimizin altında eyni cinsli kütlə halına düşənə qədər yoğururuq. Baxın, belə bir xəmir alınır. Elə tezgahın üzərində otaq temperaturunda üzərini bağlayıb yarım saat bu şəkildə gözlədirik. Xəmiri gözlədənə qədər yağ hazırlayırıq. Götürdüyümüz yağı belə bir qalın polietilen paketin içərisinə qoyuruq. Bunu ona görə qalın qoyuruq ki, bunu sürəyəcəyik. Əgər paket nazik olsa sürülə bilər. Ona görə qalın götürürük. Mərdanə ilə zərli vurur. Yağ üçün qat-qat xəmir üçün xüsusi yağdan istifadə olunur. O yağdan biz tapa bilmərik. O ancaq qəmatçılarda olur. Biz ona görə çalışırıq ki, yüksək keyfiyyətli yağ götürürük. Bərk yağ götürürük. Onun görə yağ bərk olur. Və yağı elə böyük yumşaldırıb yayırıq. Yağı döyə-döyə yayırıq. Yağı döyülür, döyəndən sonra yumşalır və rahat yayılır. Ondan sonra baxın, mərdanə ilə bu formada yayırıq. Baxın, bu formada yayandan sonra biraz soyuducuya qoyuruq ki, bir qədər özünü tutsun. Artıq yarım saat keçib, xəmirimiz özünü tutub bir qədər və yağı da soyuducudan çıxarılmışıq. Amma fikir verin ki, yağ çox bərkiməsin. Xəmiri baxın formada, digər formasında kəsirik. Bu şəkildə açırıq. Bu formada açırıq. Bu qədər onlayıb həmin hissələri yayırıq. Bu formada yayırıq. Baxın, bu formada yayandan sonra görürsünüz və orta hissəsi bir qədər şişkin qalır. Və yağı açırıq. Paketi açırıq. Paketi ehtiyatla açırıq.
Ve paketi açandan sonra bakın bu formada o testesine koyuyoruz. O paketi tamamıyla götürürük. Həmirin o testesine yerləşdirib bu formada kenarları üzerinden katlayırıq. Bu şekilde birbirinin üzerinden səliqə katlayırıq. Həmin yağın üzerini xəmirlə örtürük. Bu şekilde örtürük. Bakın xəmiri bu formada zər şeklinde katladık. Ve alt hissəsini üzərini bir qədər unlayırıq. Ve mərdani ilə ehtiyatlı şekilde yayırıq. Bu formada yavaş yavaş ehtiyatla xəmiri yayıb açırıq. Bir sıcaklı formada yayırıq. Bakın xəmiri bu şekilde yaydık. Ve üzerinin artık ununu temizləyirik. Bir fırça ilə üzerini temizləyirik. Ben de onun qalınlığını göstermek istedim. Bakın bu böyle qalınlıqda yayırıq ve onu 3 qatlayırıq. Qat-qat xəmir hazırlayanda yayılıb qatlanmasına bir tur deyilir. Biz bu dəfə xəmirə 6 tur verəcəyik. Hər dəfə belə qatlayıb soyuducuya qoyacağıq. Siz istəsəniz bir dəfəyə 2 tur verə bilərsiniz. Yəni bir dəfə belə qatladınız, yenidən bunu yayıb bir daha qatlaya bilərsiniz və soyuducuya qoya bilərsiniz. Yəni 3 dəfə soyuducuya qoyub çıxara bilərsiniz. Lakin mən bu dəfə belə etməyəcəyəm. 6 dəfə hər dəfə qatlayanda soyuducuya qoyacağam, çıxaracağam. Və bunu yarım saat müddətini indi soyuducuya aparıram. Bir tur verib soyuducuya qoyduğumuz xəmiri növbəti ikinci turu vermək üçün çıxarmışıq. Paketin içərisində ehtiyatla çıxarırıq. Dəzgahın üzərini unlamışıq. Hər dəfə xəmiri yayanda unlayın ki, yapışmasın. Hər tərəfini bir qədər unlayırıq. Və onu sizə demək istəyirəm ki, daha aydın olsun. Biz xəmiri nə şəkildə ki qatlamışdıq, soyuducuya qoymamışdan qabaq. O formada dəzgahın üzərinə qoyuruq və 90 dərəcə çeviririk. Baxın, bu şəkildə 90 dərəcə çeviririk və yaymağı başlayırıq. Bu formada ehtiyatla yayırıq. Bunun xəmirin sirri ondadır ki, bunu həm xəmir sərt olmalıdır, bərk olmalıdır, həm də
soyuducuyu çox saxlasanız, onda yağ içərisində yağ bərkiyər, yayanda cırılar. Əgər yumuşaq da olsa, onda yenə də kənarlarından yağ yumuşaq olduğuna görə kənarlara, kənar hissələrinə gedəcək və onun xəmiri şəklini pozacaq. Yəni yenə cırılacaq. Yəni elə edin ki, nə bərk olsun, nə də ki, yumuşaq olsun. Ona fikir verir. Yenidən bu şəkildə həminki kimi birinci turu verəndə nə qədər hansı qalınlıqda yaymışdıq, həmin qalınlıqda yayırıq. Düzbucaqlı formada yayırıq. Baxın, xəmiri bu şəkildə yenidən yaydıq və üzərinin ununu təmizləyirik. Artıq unları fırça ilə təmizləyirik. Və bu dəfə 4 qatlayırıq. Yenidə alt hissəsində də un var, onu da belə fırça ilə təmizləyirəm. Birinci turu verəndə 3 qatlamışdıq, bu dəfə 4 qatlayırıq. Və yenidən bir-birinin üzərinə bu formada qatlayırıq. Artıq onları təmizləyirik. Və yenidən həmin polietilen paketin içərisinə yerləşdiririk. Biz əvvəldə də dediyim kimi 2 dəfə 2 tur verib sonra qoya bilərsiniz soyuducuya. Lakindən bir tur verib qoyacaq. Soyuducuya atarıq. İkinci turu verib soyuducuya qoyduğumuz xəmiri yarım saatdan sonra ikinci turu vermək üçün soyuducudan çıxartmışam. Polietilen paketin içərisindən çıxarıb, qıvıracağımız səsin üzərinə qoyuruq, həmin səsi unlayırıq. Və üçüncü turu verməyə başlayırıq. Yenidən yayırıq. Mən bir də onu demək istəyirəm. Mən bunu baxın, əvvəldə soyuducuya qoymamışdan qabaq, yəni ikinci turu verəndə həmir bu formada idi. İndi onu baxın bu formada 90 dərəcə çevirdim. Mən onu bir daha təkrarlamaq istədim ki, daha aydın olsun. Və indi yayıram. Bu formada yayırım. Bir də bir şey sizin diqqətinizə bir daha çatdırmaq istəyirəm ki, mən dedim ki, bunu çox soyuducuda saxlamaq olmaz. Yox, əgər biz də gördük ki, çox saxlamışsınız, bəlkə olur, arada elə də olur. Onda baxın, bu formada yavaş-yavaş yumuşaldın. Birdən-birə yaymayın. Birdən-birə yaysanız, xəmir çırılar. Belə ehtiyatla mərdanə ilə belə xəmir üzərindən basın. Bir qədər yağ yumuşalsın. Ya da bir müddət saxlaya bilirsinizsə, dəzgahın üzərində biraz saxlayın ki, elə bizdən yaymayın. Yumuşalsın. Sonra yavaş-yavaş yayın. Baxın, yenidən mən yaydım, düzcəsi formada. Üzərinin artıq ununu təmizləyirəm. Və 4 qatlayıram. Üzərinin yenidən artıq un varsa, hər tərəfini təmizləyirəm.
Baxın. Bu şəkildə 4 qatladım. Və yenidən 3-cü dəfə polietilen paketin içərisindən yerləşdirib soyuducuya qoyuruq. Mən artıq 3 dəfə soyuducuya qoymuşam, 3 tur vermişəm. 3 turda verəcəyəm. Lakin onu artıq sizə göstərmişəm. Eyni qaydada. Necə bundan qabaq 3 tur vermişdik, bu şəkildə 3 turda bundan sonra verəcəyik. Artıq biz 2 turda verdik. Bu sonuncu turdur, yəni 6-cı turdur. Mən onu sizə göstərdim. Yenidən yarım saat soyuducuda gözlədəndən sonra 6-cı turu vermək üçün çıxarırıq. Və yoracağımız səthi unlayırıq, həmrin üzərini bir qədər unlayırıq ki, yapışmasın. Və yenidən xəmiri yayırıq. Yenidən əvvəllərdə dediyim kimi 90 dərəcə çeviririk. Əvvəlki vəziyyətimizdən 90 dərəcə çevirib yayırıq. Baxın, bu formada, nazik formada yayırıq. Yayandan sonra üzərini unun təmizləyirik və qatlayırıq. Bu dəfə 3 qatlayıram. Sonuncu turu verdik və xəmiri 3 qatladıq. Artıq xəmirimiz istifadə üçün hazırdır. Nazik şəkildə yayıb müxtəlif bişintilər, şirniyyatlar hazırlamaq olar. Onu sizə baxın, bu şəkildə qatladıq. Əgər bəyəndinizsə, siz də belə hazırlayın, təkrarlayın. Əgər mənim hazırladığım qat-qat xəmir sizin xoşunuza gəlirsə, bəyəndinizsə, bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın və müxtəlif şirniyyatlar bişirin. Nuş olsun.